Cruises.azın dəyərli dostları, müştəriləri, MSC Grandiosa gəmisi və gəminin arxa bölümünə tərəf 7-ci mərtəbə deməli kazino hissəsi qarşıda və kazinon bitimində həmən burada belə bir möhtəşəm bir zal var. Karusel. Adı karusel olaraq gedir zalın. Gəminin ən arxa hissəsindədir. Girən kimi sizi belə maraqlı bir velo maşın tipli bir şey qarşılayır. Maşın da demək olmur, velosiped de demək olmur. İkisinin birləşməyi belə bir şey qarşılayır. Deməli və bu cür həqiqətən möhtəşəm bir zallardan biridir MSC-nin gəmilərində. Grandiosa gəmisi bu il üçün çox yaxşı marşruta sahibdir və kifayət qədər çox tələb görür. Dəyərli Azərbaycan müştərilərimiz tərəfdən baxın, belə bir tavanda belə bir işıqlandırma mövcuddur. Bu şəkil çox böyük pəncərələrdən ətrafı həm seyr etmə imkanı var və də gəmi hərəkət eləyəndə ən arxa hissə olduğuna görə baxın, belə bir gözəl bir səhnəsi var və yan tərəflərdə oturanların əgər səhnəni biraz daha ola bilər insan çox olsun və s. rahat görmək üçün də bəzən orada olan əyləncələri də buradan bu LED ekranlardan seyr eləmək şansı olur. Həddindən artıq geniş bir zaldır və kresoların düzülüşü elədir ki, heç kim bir digərinə demək olar ki, mane olmadan xoş, əyləncəli bir vaxt keçirdə bilir. Qarşıda bar görürsünüz. İstər spirtli içkilər, istər spirtsiz içkiləri təmin edə biləcəyiniz bardan biri. Belə bir səhnədir. Diqqət edirsinizsə, səhnənin ətraf hissələrindən çıxıntılar var. Burada da bir ayrılma var. Buralarda da həmçinin, yəni bu səhnələr həm yuxarı çıxa bilir, həm aşağı düşə bilir və bu da həyata keçirilən əyləncələrin kifayət qədər maraqlı və xoş keçə bilməyi üçün bir şərait yaradır. Baxın, belə bir çox böyük bir zaldır. Və daima gözəl mənzərələri əlbəttə ki, seyr etmək üçün pəncərələr təmiz olmalıdır. Hal-hazırda da bu şəkildə gəminin şüşələri silinir. Bəlkə aranızda kiməsə maraqlı gələ bilər. Və eləcə də gəmilər dayandığında məlumatınız olsun, gəmilərin yan tərəflərində olan balkon və şüşələr də yuyulduğuna görə bəzən otağınıza belə bir not düşə bilərlər, gətirə bilərlər ki, məsələn, filan tarixdə, filan saatda balkonda əşyalarınızı bıraxmayın, çünki yuyacağıq. Yəni, islanmasın əşyalarınız. ...360 dərəcə göstərim mən sizə. Çox gözəl, möhtəşəm bir zaldır. MSC Grandiosa gəmisi. Fırlan qurtarmır. Bax belə.